Dostlar, MX-7-ni test edirəm. PlayStation 4-ün ən qızan modeli, bunu hamımız bilirik də, FAT modellərdir. İstər 5-də, istər 4-də, 3-də fərq eləmir. Bunlar ən tez qızan modellərdir, amma MX-7 vurmuşam buna. FC26-da hal-hazırda test edirəm. Bunu siz də eləyə bilərsiniz. Əgər ki, evdə PlayStation 4 FAT-dır, Slim-dir, Pro-dur, fərq eləmir. Deməli, bu qaydada oyun gedə-gedə PS düyməsini vurub geri qayıdırsan, burada fon rejimində daha da sistem qızmağa başlayır. Yəni mən görmüşəm PlayStation 4-lər gəlib, misal üçün hər hansısa bir oyuna daxil olursan, lap belə yüngül də olsa, Minecraft da olsa. İndi burada bunun içərisində olan ən ağırı FC26 idi. FC26-nı da biz hansı FAT modellərə və yaxud da o Pro-nun qızan modelləri ki var, yazandan sonra bax arxa fondakı qalır, yəni arxa fonda FC26 qalır, Zapus da oradadır. Dəhşət başlayır səs eləməyə. Yəni bunu siz də test edə bilərsiniz. Əgər ki səs eləyəcəksə PlayStation mütləq MX-7 termopastası vurulmalıdır və ondan sonra köklü səsi kəsiləcək. Yaxınlaşdırıb bir dənə də yaxından çək. Tam sakit formada. Yəni səsi də belə gəlmir. X-i vurub daxil oluruq. Продолжить match qaydasındadır hamısı. Super nəticədir.